Muaviyyət ibn Vəhəb İmam Cəfər Sadiq əleyhissalamdan bu hədisi rəvayət eləyir ki, İmam Sadiq əleyhissalam buyurdu: İza tabəl abd tavbətən nəsuhan əhəbbəhullah fəsətərə aleyhi fid dünya vəl axirə. Buyurur ki, İmam Sadiq belə buyurdu. Buyurdu ki, kim tövbə eləsə, xalis tövbə eləsə, Allah onu sevər. Allahın sevgilisinə çevrilər. Və Allah onun günahlarını dünyada və axirətdə örtər. Üstünü örtər, bildirməz. Fəqultu və keyfə yəsturu aleyh. Mən dedim ki, ağa, Allah onun günahlarını necə örtəcək? Örtməyin keyfiyyəti necədir? Günahın üstün Allah hansı vasitə ilə örtəcək? Qal, buyurdu: Yunsi mələkeyhi mə kətəbə aleyhi minəz-zunub. Belə örtəcək ki, o mələklər ki, günahları yazırlar, onların yadından çıxardacaq. Onlara günahlarını unutturacaq. Summa yuhi ila cavarihihi uktumi aleyhi zunubehu. Sonra onun bədən üzvlərinə vəhy eləyəcək. Deyəcək ki, bunun günahlarını gizlədin. Və yuha ila biqa'il ərz uktumi aleyhi ma kənə ya'məlu aleyki minəz-zunub. Sonra yerə vəhy eləyəcək ki, sənin üzərində elədiyi günahları gizlət, göstərmə. Nəticə nə olacaq? Fəyəlqəllah xina yəlqəh və leysə şeyun yəşhədu aleyhi bi şeyin minəz-zunub. Nəticə bu olacaq ki, bu insan Allahla görüşəndə, qiyamət günü Allahın görüşündə bunun heç bir günahı olmayacaq. Heç bir şey tapılmayacaq ki, bunun günahına şəhadət versin. Bunun günahını təsdiq edəcək bir şey olmayacaq. Bu tövbəkarın tövbə mükafatıdır ki, İmam Sadiq bu hədisdə buyurur. Bugün istəyirəm tövbə barədə danışaq. İnşallah bu neçə dəqiqə tövbənin barəsində olan hədislər və ayələrdən bir neçəsini sizin nəzərinizə çatdıraq. Tövbə ən mühüm bir mənzildir. Allah yolu getmək istəyən insanın ən mühüm mənzillərindən biri tövbədir. Tövbənin mənası təbiətdən ruhaniyyətə qayıdışdır. İnsanın ruhu, insanın nəfsi ilkin halda dünyaya gəldiyi zaman kamillikdən və rəzillikdən xalidir. Yəni, ağ vərəq kimidir. Onda nə kamillik var, nə rəzalət, çirkinlik var. O ağ vərəq kimidir. Amma insan dünyaya gəldiyi zaman kamilliyə getmək üçün istedad var insanda. Kamil insan olmaq üçün, ruhu saflıq üçün, mənəvi kamillik üçün istedad insanın vücudunda var, insanın fitrətində var. İnsan dünyaya bu istedadla gəlir. İnsanın ruhu ağ vərəq kimidir dünyaya gələn zaman. Günah elədiyi zaman qəlbdə küdurət yaranır. Hər günah eləyəndə. İnsanın o ağ vərəqinə qara nöqtə qoyulur. İnsanın qəlbində zülmət yaranır. İnsan nə qədər günahını çoxaltsa qara nöqtə böyüyür. Yavaş-yavaş ağı tam tutur. Ağ dönür olur qara. İnsanın qəlbi qaralır. Zülmət içində boğulur. Əgər yolda ayılsa, qəlb tam qaralmamış oyansa, tövbə eləsə, qayıtsa, şükür olsun Allaha. Yox, əgər qayıtmasa, qəlbini qaraltmaqda davam eləsə, qəlb o həddəcən qaralır ki, artıq qayıdış yolu bağlanır. Həmin odur ki, Quran buyurur Bəqərə surəsində: Xətəməllah alə qulubihim və alə səm'ihim və alə əbsarihim ğişavə və ləhum əzabun əzim. Bu o məqamdır ki, Allah buyurur, bunların qəlbləri möhürlənib, qulaqları da möhürlənib. Gözlərinin önündə də pərdə var, haqqı görmürlər. Onlar üçün ağrılı bir əzab var. O günahın nəticəsində qəlb qaralır və qayıdış yolu bağlanır.
İnsan günahı ilə qəlbini möhürləyir, haqqı görə bilmir. Sonra 100 dəfə denən, 124 min peyğəmbər hamısı gəlsin desin, xeyri yoxdur o insana. Necə ki peyğəmbər dedi, ayı parçalasam iman gətirərsiniz? Dedilər, ayı böl 2 yerə. Dedi, eləsəm iman gətirərsiniz? Dedilər, bəli. Ayı gözlərinin qabağında 2 yerə böldü, şahidlər təsdiq elədi. Dedilər, yox, sən sehr elədin, gözümüzü bağladın. Belə insanlara nə inirsən, elə bunlar iman gətirməzlər. O nəyin nəticəsində gəlib belə bir hala düşüb? O günah eləyib, günah üstündən, günah üstündən, günah qəlb qaralıb, çıxış yolunu bağlayıb özünə. Necə barama qurdunu görmüsünüz? Kimsə görüb bəlkə sizin üstünüzdə. Mən görmüşəm onu. Kəndlərdə yaşayan insanlar da görüblər. Barama qurdu necə toxuyur, özünün yolunu bağlayır. Hədislərdə var, dünyanın misalı belədir. Bağlayır, sonra içində ölür. Çıxış yolunu bağlayır özü üçün. İnsan da bəzən əməlləri ilə tövbə qapısını bağlayır. Qayıdış yolunu bağlayır. Öz qəlbinə möhür qoyur. Haqqı eşitmir. Ona görə də insana deyiblər ki, tövbəni təxirə salma. Nə qədər tövbəni təxirə salsın, bir o qədər qayıdış sənə çətin olacaq. Tövbə müvəffəqiyyəti səndə olmayacaq. Qayıdış yolu bağlı olacaq sənin üçün. Qəlb bir dənə tarla kimidir. Ora iman toxumu səpərsən, iman ağacı yetişər. Yox, əgər küfür, günah toxumu səpərsən, günah ağacı böyüyər. Günah ağacının kökü möhkəmləndisə qəlbdə, onu çıxartmaq çətin olur. İnsan günü-gündən günah içində qaldıqca elə bil günah ağacını suvarır, böyüdür, özü öz əli ilə özünə həlak eləyir. Onu çıxartmaq olmur. O nə qədər hələ balacadır, kök salmayıb, onu dartıb əllə də çıxardarsan. Amma böyük ağaclar var ki, maşınlar da gəlir, çəkir, kökdən çıxartmaq olmur. Ona görə nə qədər hələ kök salmayıb günah ürəyivə, onu dart çıxart ürəyindən. Bugün, sabah, gələn ay, o biri ay, inşallah 40 yaşında, inşallah 50 yaşında, inşallah qocalanda, bunlar hamısı şeytanın torlarındandır. Qismət olmur insana. Şeytanın neçə dənə hiləsi var, biri də budur ki, insanın əməlini gözündə böyüdür, namazını böyüdür, orucunu böyüdür. Elə ki, hiss elədin əməlləri böyük görürsən, bil ki, şeytanın toruna düşmüsən. Haracan ucalırsan, ucal əməlliyi kiçik saymalısan. Əməlliyə fəxr eləmə heç vaxt. Çünki Allahın sənə verdiyi müqabilində başını səcdədən qaldırma, sonunda böyük iş görməmsən. İkincisi də budur ki, şeytan insanı o zaman həlak edir ki, insanı uzun arzularla məşğul edir və tövbəni insan təxirə salır. Müxtəlif bəhanələrlə. Qocalanda deyir, tövbə eləyəcəm. Elə bir ki, buna zəmanət veriblər ki, sən filankəs oğlu, filankəs filan il yaşayacaqsan. Gör, nə qədər məğrurdur insan ki, bir dəqiqə bundan sonra bilmir həyatdadır yoxsa yox, bir dəqiqəyə burada əyləşənlərin heç birinin zəmanəti yoxdur ki, bir dəqiqə sonra mən adda insan həyatda varam yoxsa yox. Onu bilməyə, 50 il bundan sonranın planını çəkir özü üçün. O yaşlı, gedirsən görürsən bir 50 minlik şəhərdə 50 dənə 80 yaşlı kişi taparsan. Bu onu göstərir ki, insanların çoxu gedib o yaşa çata bilmir. Amma özünü alladır insan. Şeytanın hilələri bu cəhətdən çox itidir, dəqiqdir, insan gərək ayıq olsun. Düzdür, hədislərdə var ki, bir ildə qalmış insanın ölümünə tövbə eləsə qəbuldur. Dalıca buyurur ki, yox, bir il çoxdur. Bir ay da qalsa ölümünə tövbə eləsə qəbuldur. Sonra buyurur ki, yox, bir ay da çoxdur. Bir cümə də qalsa, yəni bir həftə də qalsa qəbuldur. Sonra buyurur ki, bir həftə də çoxdur. Bir gün də qalsa qəbuldur. Sonra buyurur, bir gün də çoxdur. Bir saatda ölümünə qalsa, ölüm pərdə gözünün qabağından çəkilməmiş tövbə eləsə qəbuldur. Amma bir məsələ var, çətindir qismət ola insana. Çətindir o məqamda qismət ola. Birdən əcəl gəldi, möhlət vermədi. Tikəni ağzına qoyduğun zaman bir də görsən getdin. Bir nəfəsi çəkirsən, nəfəsi verməyə ixtiyar vermirlər sənə. Onu Allah bilir. Müvəffəq olacaqsan ona yoxsa yox. Və Allah göstərməsin insan tövbəsiz ölə dünyadan gedər. Allah heç kəsə bunu göstərməsin ki, günah yükü çiynində insan dünyadan gedər. Qaldı o yana, o çox çətin olacaq. Burada bağışlatdırdın xoş halva. Burada bağışlatdırmadın, öləndə bağışlanmamış getdin, onun ağrısı, acısı çox çətindir. Onu Allah bilir, nə əzablar olacaq, onu Allah bilir.
Hərəsi bir cür əzab verəcək bu günahlara. Hərəsindən bir cür əzab gələcək insana. Ona görə tələssin gərək insan. Qoymasın fürsət əldən çıxsın. Əvvəla çalışsın, günah eləməsin. Əli əleyhissalam buyurur, heç nədən qorxma. Heç nəyin sənə ziyanı dəyməz, bir dənə günahdan başqa. Başı var, nə oynatsa o açacaq səni. Odur ki, çalış, heç günah eləmə. Çünki günah eləyib tövbə eləməkdənsə günah eləməmək yaxşıdır. Bir vərəqin üstünə nəsə yazıb pozandan sonra hər halda onu ilkin vəziyyətinə qaytarmaq çətindir. Hər halda yazının izi biraz da görsənir. Bir qabı sındırıb sonra bitişdirəndən sonra o qabın əvvəlki vəziyyətinə qaytarır. Hər halda o çatlar görsənir. Yaxud iki nəfər bir-biri ilə dostdur. Biri var, ömrü boyu bir-birinə xəyanət eləməyərlər, biri var, xəyanət eləyib üzr istəyərlər. Bunun fərqi var. Ona görə çalışasan, Allaha günah eləməyəsən, günah elədinsə dərhal çalışasan, Allaha tərəf qaydasan. Dərhal özü islah eləyəsən. Tövbə bir dənə rəhmət qapısıdır bəndələrin üzünə. O qapıya girməyənlərin üzrü qalmayacaq qiyamət günündə. İnsan düşünə, həya eləyə Allahın qarşısında günah eləməyə. Bir bədəvi ərəb idi, bütpərəst idi. Peyğəmbər bir-iki kəlmə danışan kimi bu hidayət oldu. İnsan var o qədər təmizdir ki, bilməməzlikdən gedib günaha düşür. Ona elə bir kəlmə, iki kəlmə danışırsan, dərhal hidayət olur. Bu da hidayət oldu, dedi mənə Allahdan danış. Peyğəmbər ona danışdı, dedi Allah hər şeyi görür, dedi bəli. Dedi, deməli, mən günah eləyən vaxtlarda Allah məni görürdü, mən nə günahlar edirdim, dedi, bəli. O qədər xəcalət çəkdi, o ərəb hədisdə yazırlar tarixdə ki, Peyğəmbərin yanında yıxıldı və baxdılar, gördülər, utandığından dünyasını dəyişib. Ki, necə Allah mənə baxa-baxa mən günah eləmişəm, Allahın huzurunda günah eləmişəm, ona xəcalət çəkdi. Mərifət bir anın içində tövbə görünən mərifət verdi o insana ki, başa düşdü ki, çox pis iş görüb Allahın huzurunda. Ona görə insan dünyadaykən, mən bu hədisi neçə dəfə sizə demişəm, biri gəldi Peyğəmbərə, dedi ki, ya Rasulallah, mən tez-tez gələ bilmirəm məscidə. Uzaqda yaşayıram, mən hərdən bir yolum düşür, bura gəlib çıxa bilirəm Mədinəyə, sən olan şəhərə. Mənə elə bir nəsihət denən yadımda qalsın. Peyğəmbər ona bir cümlə dedi ki, sənin bir dostun var, həmişə səndən olacaq. Qəbirdə də, qiyamətdə də, axıra qədər səndən olacaq. O dostu çalış, yaxşı dost elə. Layiqli dost seç, çünki əbədi olaraq səndən olacaq. O dost sənin əməlindir, buyurdu Peyğəmbər. Qəbirdə sənin qonşun sənin əməlin. Buradan bir yerə səfərə gedəndə, həm səfər yoldaşı seçəndə nə qədər biz diqqətliyik ki, bundan nə boyda yol gedəcəyik biz. Bu sabah bizə çətinlik yaratmasın yolda. Çalışırıq, münasib adamla yola çıxaq. Peyğəmbər buyurur, axirət səfərində yol yoldaşı sənin əməlindir. O əməli özün seç, o yol yoldaşını özün seç. Özün yaradırsan onu əməllərindən. Hədislərdə maraqlı bir şey var. Bunu siz diqqət eləsəz yaxşıdır bu məsələyə. Hədislərdə və Quranda belə nəticə əldə edirik ki, bizim elədiyimiz günahlar özü bir canlıdır. Və elədiyimiz nəinki günahlar, bütün əməllər. Bizim elədiyimiz bütün əməllər hərəsi bir canlı surət şəklində məna aləmində yaşayırlar. Onlar canlı və şuurlu varlıqlardılar. Elədiyin qeybət bir dənə varlıqdır. Canlı və şuurlu varlıq. Danışdığın yalan bir dənə şuurlu varlıqdır. Məna aləminin hadisələri ilə maddi aləmin hadisələri fərqlidir. Bizim elədiyimiz hər bir əməl canlı şəkildə yaşayır. Namazlarımız da, yaxşı əməllərimiz də, pis əməllərimiz də. Onlar canlı şəkildə yaşayırlar. Və şuurlu şəkildə bizə əzab verirlər. Şuurlu şəkildə bizi yandırırlar. Necə ki, Quranda var, cəhənnəmin də şuuru var. Cəhənnəm odu dünya odu kimidir. Cəhənnəm şuurlu bir əzabdır. Cənnət şuurlu bir yerdir. O əməllər ki, biz eləmişik, onlar məna aləmində bir varlıq kimi yaşayır. Tövbə elə bil qılıncdır, o əməlləri öldürür. Onları həlak eləyir. Peşmançılıq odu bir oddur, onu yandırır. Onlar hər biri bir varlıq kimi qəbirdə, qiyamətdə bizi əhatə eləyəcək, bərzəxdə, qiyamətdə. Elə bilməyin ki, günah mücərrəd bir şeydir. Bizi günaha görə yandırmayacaqlar, günahlarımızın özü bizi yandıracaq. Günah odu özü bizi yandıracaq.
Günahlar özü bizə əzab verəcək. Biz hərdən elə bilirik ki, günaha görə bizi yandıracaqlar. Yox, günah özü bir varlıq kimi, bir yırtıcı heyvan kimi bizə əzab verəcək qiyamət günündə. Hədislərdən bu məntiq çıxır. Ona görə də gərək insan peşmançılıq odu ilə günahları yandıra. Mən bir hədis oxuyuram sizə. Nəhcül Bəlağada var bu hədis. Nəhcül Bəlağanı gedib açıb oxusuz, tərcüməsinə baxsız, bu hədis var orada. Və Əleyhisselamın tövbə barədə dedikləridir. Ki, mən bunu deyirəm sizə, biləsiniz ki, tövbənin şərtləri hansılardır və yavaş-yavaş sonra sözümü tamamlayacağım. Bir nəfər Əleyhisselamın yanında dedi ki, Əstəğfirullah Rabbi və ətubu iləyh. Tövbə elədi. Əleyhisselam ona dedi ki, Səkilətkə ummukə. Anon matəmində ağlasın. Anon sənə ağlasın. Tədriməl istiğfar. Bilirsən tövbə nədir? Dildə əstəğfirullah dedim, canım qutardı. Ay anon sənin matəmində ağlasın. Heç bilirsən istiğfarın mənası nədir? İnnəl istiğfar dərəcətül illiyyin. İstiğfar ali məqamda olan insanların dərəcəsidir. Elə belə şey zənn eləmə tövbəni. Tövbə böyük insanların dərəcəsidir. Və huvə ismun vaqi'un alə siddəti mə'an. O elə bir şeydir ki, onun 6 xüsusiyyəti var tövbənin. Mən o xüsusiyyətləri sizin üçün sayıram. Əvvəluhə ən-nədəmu alə ma məza. Birinci, keçmişə peşman olmaq. Bu birincisi. Günaha peşman olmaq. Və saniyə əl-əzmu alə tərkil avd iləyhi əbəda. İkincisi budur ki, mən buna qayıtmayacam, əbədi olaraq qayıtmayacam günaha. Bu iki şey tövbənin sütunudur. Bu iki şey tövbə deməkdir yəni. Necə ki, namaz rükusuz olmaz, səcdəsiz olmaz. Namaz həmd surədir, rükudur, səcdədir, təşəhhüddür. Namaz bunlardan ibarətdir. Tövbə bu iki şeydən ibarətdir. Birincisi keçmişə peşman olmaq, ikincisi qərar vermək ki, daha günaha qayıtmayacam. Bu iki şey varsa bu özü tövbədir. Tövbə yəni bax bu. Tövbənin mənası bu. Bunu eləməklə o deməkdir, tövbə qəbuldur. Elə bil ki, mən namazı qıldım. Namazı qılmaq üçün gərək filan şeyləri deyəm. Məsələn, zöhr namazını 4 rükət qılmalıyam. Arasında nə deməliyəm, bunu yazırlar. Amma indi ikinci məsələ budur ki, bu namazı məndən qəbul eləsinlər. Onun üçün başqa şərtlər var. Təkcə qiraəti düzəltməklə, rükunu, səcdəni kamil yerinə yetirməklə namaz qəbul olmaz. Namaz qılınmış sayılar. Amma ikinci məsələ budur ki, indi bu namazı məndən qəbul eləsinlər. Tövbə də belədir. Peşmançılıq və gələcəkdə günaha qayıtmamaq bu tövbənin özü. İndi istəyirəm bu tövbəni məndən qəbul eləsinlər. O necədir? Onun üçün də iki şərt buyurur Əleyhisselam. Buyurur və salisu ən tuəddiyə iləl məxluqin hüquqəhum hətta təlqəllah subhanə əmləsə leysə əleykə təbiə. Buyurur ki, tövbənin qəbulu üçün bir şərt budur ki, cəmaatın haqqını qaytarasan. Allahla pak görüşəsən. Elə bir halda görüşəsən ki, dalınca düşüb tələb eləyənin olmaya. Bu bir. Və rabi', dördüncüsü, ən tə'midə ilə kulli fərizətin aleykə. Allahla görüşən zaman, daha doğrusu tövbə eləyəndən sonra əlindən çıxan bütün vacib əməlləri yerinə yetirəsən, onların haqqını əda eləyəsən. Bu iki şərtlə tövbə qəbuldur. Tövbə eləmisənsə, keçmişdə kiminsə haqqını yemisən, kiminsə pulunu yemisən, kiminsə qeybətini eləmisən, gedib onların halallığını almalısan, haqqını özünə qaytarmalısan. Haqqını qaytarmasın çətindir sənin üçün. Onda qiyamət günü düşəcəklər dalınca. Orada da bir şey olmayacaq verməyə. Orada da namaz verəcəksən, oruc verəcəksən. Ona görə dünyadaykən haqlarını ödə. Bir nəfər möminə ağır söz deyib ürəyini sındırmısan. Hədis buyurur ki, bir möminin qəlbini pis sözlə sındırasan, dünyanı verəsən kəffarəsi olmaz. Kim möminə ağır bir söz deyə elə bil ki, Kəbəni təhqir eləyib, hədis buyurur.
Allah evinin, Kəbənin hörmətindən artıqdır möminin hörməti. İnsanların haqqını özünə gərək qaytarasan. Əgər tapmasan, onun adından sədəqə verəsən. Bu tövbənin qəbulu üçün şərtdir. İkinci şərt də budur ki, qəzaları yerinə yetirəsən. 15 yaşda namaz vacib olub, sən 20 yaşda qılmısan. O 5 ili gərək yerinə yetirəsən. Namazını da, orucunu da, başqa əməllər də ki, boynuna gəlib eləməmisən, onların hamısını yerinə yetirəsən. Keçmişdə pulun xumsu qalıb. Xums verməliydin, verməmisən. Düzdür, indi kasıbsan, verə bilmirsən. Amma o vaxt imkanın olub tutaq ki, gedib o məsələni həll eləməlisən. Öz hesabına yetişməlisən özün. Bu şeyləri eləyəndən sonra cəmaatın haqqını qaytarıb və Allahın haqqını qaytardıqdan sonra tövbə qəbul olar. Və burada şeytan sizə deməsin ki, bu çətin işdir. Sizi məyus eləməsin. Hədislərdə var Allahın rəhmətindən. Ki, day onda çətin olacaq. Mən filan kəsə hardan tapım məsələn? Necə halallıq istəyim? Mümkün qədər sən elə. Əlindən nə qədər gəlir elə, eləyə bilmədiyi də Allah bağışlayar. Hədisdə var, qiyamət günündə Allah deyər ki, cəmaatı cəm eləyər, deyər, mən öz haqqımdan keçdim, siz də bir-birinizin haqqından keçin, sizi cənnətə daxil edin. Əgər eləyə bilməsən, biri var, heç səy eləməyəsən, biri də var, yox, oturasan, desən ki, mən bunu eləyə bilmərəm. Biri var, sən gündə bir gündə qəza namazı qılmayasan, bir də var, sən qılasan, ömür vəfa eləməyə. Allaha da deyəsən qiyamətdə ki, mən başlamışdım qılmağa, indi gəlib çatdıranmədim. Bu ilə bunun fərqi var. Da naümid olmayasan ki, o qədər namazı indi mən necə qılacam? Sən xırda-xırda bugün o əməlləri kiçik-kiçik, yavaş-yavaş elə, görərsən ki, Allah da fürsət verər sənin üçün. Və 2 dənə də şərt qaldı, bu tövbənin kamillik şərtidir. Bu olmasa da olar. Amma istəyirsən kamil tövbə olsun, onda bu 2 şərt də var, onları da deyirəm. Onlardan biri budur ki, o ət ki sənin bədənində günahdan bitib, o əti qəm-qüssə ilə əridib yerinə təmiz ət bitirəsən. Haramlarla ət ki bitib bədənində, indi biraz peşmançılıqla, qüssə ilə o əti əridəsən, arıqlayasan. O qədər qüssə çəkəsən, keçmiş və arıqlayasan, yeni ət bitirəsən. Və necə ki günahın şirinliyini dattırmışdın bədən və indi də ibadətin çətinliyini dattırasan. Bu tövbənin kamillik şərtidir. Bu tövbənin kamillik şərtidir. Və tövbənin nəticəsi nədir? Tövbənin nəticəsi, ən böyük nəticəsi budur ki, İmam Sadiq buyurur ki, Allah tövbə eləyəni sevəcək. Allah Həbibullah kimə deyir? Bilirsiniz? Allahın Həbibi kimdir? İslam Peyğəmbəri. Allah ona deyir ki, o mənim sevgilimdir, sevdiyim şəxsdir. Bir də tövbə eləyənə deyir. Görün də bundan ali nə məqamını, necə tərif eləyək tövbə eləyənin məqamını. İslam Peyğəmbərinə də deyir Həbibullah, tövbə eləyənə də deyir Həbibullah. Allahın sevdiyi. Quran buyurur, İnnəllaha yuhibbut təvvabi. Az adam haqqında bu sözü deyir. Allah tövbə eləyənləri sevir, çox istəyir. Allah çox istədiyinə nə verər? Bütün cənnəti, bütün neymətlərini onun ixtiyarında qoyar. Və sonra nə? Sonra budur ki, yunsi mələkeyhi ma kətəbə aleyhi minəz-zunub. Mələklərin yadından çıxardar. O mələklər ki, bizim əməllərimizi yazırlar, gündə dəyişir o mələklər. Allah onların yaddaşından silər. Onlar bilməzlər ki, sən günah eləmisən. Və üzvlər, əzalar. Yasin surəsində var. Əl-yevm nəxtimu alə əffahihim və tükəllimuna əydihim və təşhədu ərculuhum bimə kənu yəksibun. O gün onların ağzına möhür vururlar. Onların əlləri və bədən üzvləri günahlara şəhadət verər. Əl danışar, göz danışar. İnsan əlinə baxar, deyər ki, sən mənim əleyhimə şəhadət verirsən, o cavab verər ki, hər şeyə nitq verən Allah məni danışdırdı. Amma tövbə eləyənin əleyhinə üzvləri şəhadət verməz. Yevmə izin tuhaddisu əxbaraha, yer də danışar ki, mənim üzərimdə bu günahı eləyib, amma tövbə eləyən barədə yer şəhadət verməz. Nəticədə nə olar? Allahla elə görüşər, elə bil heç günah eləməyib.
Bu tövbənin nəticəsidir. Hədislərdə var, qiyamət günü xəlvətdə bəndə ilə sorğu-sual olunar. Allah soruşar, bunu eləmirsən? Deyər, bəli. Deyər, bağışladım. Bunu eləmirsən? Deyər, bəli. Deyər, bağışladım. Hamısını bir-bir bağışlayar. Axırda cəmaat deyər, Subhanallah, bu bəndənin heç elə bir günahı yox imiş. Sən demə, bunun günahı yoxdur. Allah heç kəsə bildirməz onun günahlarını. Və Peyğəmbər Əhl-i Beytdə şəfaət eləyər tövbə eləyənləri. Bir təbərrük üçün hədis deyirəm və sözümü tamamlayıram. Peyğəmbər bir gün şad halda gəldi Əleyhisselamın yanına. Qapısını döydü, evə daxil oldu. Əleyhisselam Peyğəmbəri görən kimi dedi ki, ya Resulallah, hələ indiyə qədər sizi belə bir şad halda, sevinç halında görməmişəm. Nə baş verib ki, siz belə şadsınız? Peyğəmbər buyurdu ki, ey gözümün nuru, Cəbrail nazil oldu, Allahın mələkəsi. Və dedi mənə ki, Allah sənə salam göndərir. Ondan sonra dedi ki, sənə müjdə verim. Get Əliyə müjdə ver ki, Allah onun şiyələrinin hamısını cənnətə göndərəcək. Get Əliyə müjdə ver ki, onun şiyələri cənnət əhlidir. Deyir, Əleyhisselam bu xəbəri eşidəndə səcdiyə getdi. Səcdiyə getdi, şükr elədi və səcdədən başını qaldıranda dedi ki, Allahım şahid ol ki, mən indiyəcən nə ki savab əməllər eləmişəm, axıra qədər nə ki savab əməl eləyəcəm, hamısının yarısının savabını öz şiyələrimə bağışlayıram. Əleyhisselamın əməlləri bilirsiniz nədir? Bir zərbəsi Xəndək döyüşündə. Peyğəmbər buyurur ki, bir zərbəsi qiyamətə qədər insan və cinlərin ibadətlərindən üstündür. Bir zərbəsi. Onun hər nəfəsi ibadətdir. Əleyhisselam dedi ki, öz ibadətlərimin savabının yarısını bağışladım şiyələrimə. Bunu görəndə xanım Fatimə Zəhra da dedi ki, Allahım şahid ol ki, qiyamət ölənə qədər, vəfat eləyənə qədər elədiyim bütün əməllərin savabının yarısını bağışladım mən də. İmam Həsən dedi, mən də bağışladım. İmam Hüseyin dedi, mən də bağışladım. Peyğəmbər bunları görəndən sonra dedi ki, ilahi, mən də bütün savab əməllərimin yarısını bağışladım Əlinin şiyələrinə. Bu hadisə qutarandan sonra hədis buyurur ki, mötəbər hədis oxuyuram sizlər üçün. Mötəbər hədis. Buyurur ki, Allahın mələkəsi Cəbrail nazil oldu. Dedi ki, ey Allahın Peyğəmbəri, Allah buyurur ki, siz məndən kərim deyilsiniz. Mən sizdən də kəriməm. Sizdən də kəramətliyəm. Əlinin şiyələrinin bütün günahlarını bağışladım. Əgər dənizlərin suyu qədər olsa, əgər səhraların qumu qədər olsa, bütün günahlarından keçdim. Əsas budur ki, bu qrupa özünü daxil eləyəsən. Məsələ bundadır. Bu dəstənin içində olacaqsan yoxsa yox. Bu dəstənin içində olmaq da tövbədən başlayır. İnsan tövbə eləsə, Allaha tərəf qayıtsa, Allah bax burada aid olan, burada deyilən hallar hamısı inşallah bizim halımıza da şamil olar. Çünki biz yolun yarısını gəlmişik. Allah bizi gətirib bu yola çıxardı, bu böyük saadətdir. Əsas budur ki, bu yolu davamlı şəkildə inşallah gedək axıra qədər. Zilhiccə ayının 10 gününün xüsusi fəziləti var və bu günlər dua günləridir, mümkün qədər ibadət günləridir, oruc, namaz artıq bu günlərdə qılına və Ərəfə günü inşallah ayın 10-undadır. Ərəfə günü də xüsusi gün ortadan Şama qədər xüsusi ibadətlər, əməllər var ki, hədis kitablarında var. Kim maraqlansa sonradan mən bu gündə olmasa başqa günlərdə onları deyərəm.